Salam, sabahınız xeyir, əziz mənim YouTube izləyicilərim. Çoxları Temudan aldıqları məhsulu istər qüsurlu, hansısa bir səbəbə görə geri qaytarmaq istəyir. Mən onu göstərim, ola bilər ki, YouTube'da qarşınıza çıxmaya bilər. Şimdi Temu proqramına daxil olursan, adi qaydada. Burada sən bölməsi var, daxil olursan. Burada sifarişlərin bölməsi var. Sifarişlərin bölməsinə daxil oldum. Daxil olduqdan sonra burada məhsullarını göstərəcəm. Məsələn, burada məndə ortada məhsul var. Bax görsən, bunun üzərinə vurdum. Burada görsən ki, sənin məhsulun və məhsulun haqqında olan informasiyaları sənə burada göstərir. Tam əmin olursan, əmin olduqdan sonra geri qayıt. Geri qayıtdan sonra bax bu məhsulda, bax bu məhsul görsən, geri qaytar sözü var. Geri qaytar sözünü vurursan, burada sizdən soruşur ki, paketi almısınız. Almışsınızsa yazırsınız ki, bəli, almışam. Bu səhifə açılır. Bu səhifədə sizdən soruşduğu nədir? Yəni ki, soruşur ki, malı təqdim et, seç. Seçdən sonra onun səbəbini soruşur ki, mən deyirəm ki, mal qüsurludur, işləmir və təsdiq edirəm. Təsdiq etsin sonra belə bir bölmə açılır, sizi məlumatlandırır və həqiqətən də geri qaytarmaq istədiyinizi seçirsiniz. Seçdikdən sonra aşağı bölmədə sizə məhsulun qüsurlu olub, hansısa bir səbəbə görə olduğunu burada göstərir və burada məhsulun haqqında olan informasiyanı deyir ki, yaz. Məsələn, mən yazıram ki, donur. Həqiqətən də donur. Və buradan da donur yazandan sonra növbəti addımı, deyir ki, bir dənə də şəkil yüklə həmin informasiya barədə. Bir dənə də şəkil yükləyirəm ki, həqiqətən də aldığım məhsul, tutaq ki, budur, aldığım məhsul filan yerinə görə zədə alıb, bu da bunun şəkili. Və növbəti addımı vurduqdan sonra təsdiqləyirsiniz. Təsdiqlədikdən sonra diqqətli olun. Çoxları istəyir ki, aldığım məhsul özündə qalsın və onu Temu həmin şəxsə bağışlayır, geri istəmir. Əgər malı geri istəməyəndə, bax burada gördüyünüz kimi göndər sözü yazılmır. Əgər qaytarışda göndər sözü varsa, deməli siz o malı mütləq qaytarmalısınız. Seçirsən, göndərir. Aşağıdan ise 2 variant verir. Aldığım məhsulu Temu kreditlə mi almışam və ya pulu birbaşa bank kartına silsən. Temu kreditlə alanda, vuranda həmən mal apar təhvil verdikdən sonra balansıva götürür. Amma kartıva istəyirsənsə geri pulu, o pul harasa 15 iş günü ərzində sizin kartınıza köçür. Mən seçirəm krediti ki, kredit balansıma gəlsin pul. Tamamla vurduqda mənə sorğunun son məlumatlarını deyir. Və bu deməkdir ki, artıq siz məhsulu qaytarmış olursunuz. Mən istəmirəmsə ki, məhsulu qaytarmaq, səhv vurmuşam, yanlış bilmişəm. Qaytarmanı ləğv et düyməsi var burada. Bəli, qaytarmanı ləğv edirəm. Və mən istəmədim ki, məhsulumu geri qaytaram və qaytarmanı da ləğv etməyi də sizə göstərdim. İzləmədə qalın ki, bu informasiyalı kanalda hər şeydən məlumatınız olsun.